Amerika ilə əldə olunacaq razılaşma İran tərəfindən təsdiqlənməsə Prezident Məsud Pezeşkiyan istefa verəcək. Bu barədə New York Times məlumat verib. Məlumata görə Pezeşkiyan Müjtəba Xamenei ilə görüşündə Amerikanın iqtisadi təzyiqləri və dəniz blokadasını davam etdirməsinin İranı böhranla üz-üzə qoyduğunu qeyd edib. Rusiya Ukraynanın Konstantinovka şəhərində atəşi dayandırmağı təklif edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya Konstantinovkada həlak olmuş Ukraynalı hərbi qulluqçuların meyitlərinin təhvil verilməsi üzrə humanitar aksiya keçirməyə hazırdır. Məlumatda qeyd olunub. Qeyd edək ki, daha öncə Rus ordusunun Donetsk vilayətinin Konstantinovka şəhərini tamamilə nəzarətə götürdüyü xəbəri yayılıb. Ukrayna isə bu məlumatı təkzib edib. Amerika prezidenti Donald Trump və İsrailin baş naziri Benjamin Netanyahu gələn həftə Ağ Evdə görüşə bilər. Bu barədə Amerika prezidenti görüşün qarşı tərəfin istəyi əsasında başlayacağını qeyd edib. Biz çox yaxşı yola gedirik. Netanyahu rəhbərin kim olduğunu bilir, deyə Trump qeyd edib. İki lider sonuncu dəfə fevral ayında İrana qarşı müharibədən əvvəl Ağ Evdə vəziyyət otağında görüş keçirib. Prezident Vladimir Putin vergi məcəlləsinə daxili yanacaq bazarının təminatını stimullaşdırmağa yönəlmiş dəyişiklikləri nəzərdə tutan qanunu imzalayıb. Bildirilib ki, əsas yeniliklərdən biri kimi birbaşa distillə olunmuş benzinin digər komponentlərlə qarışdırılması yolu ilə istehsal edilən avtomobil benzininin aksiz vergisindən cəlb edilməsi mexanizmi tətbiq olunacaq. Bu üsulla yüksək oktanlı benzin istehsalı rəsmi olaraq yanacaq istehsalına bərabər tutulacaq. Neft xammalının emalı üzrə şəhadətnaməyə malik vergi ödəyicilərinə, o cümlədən benzinin qarışdırılma yolu ilə istehsalı zamanı aksiz vergisi üzrə güzəşt veriləcək. Qeyd edək ki, son vaxtda Rusiyada kəskin yanacaq qıtlığı yaşanır. Fərqli qitələrdə yaşasaq da ortaq taleyimiz olduğuna görə aramızda güclü bir bağ var. Bunu İsrailin baş naziri Benjamin Netanyahu deyib. Bilirik ki, azadlıq heç vaxt havayı verilmir. O daim alınmalı, daim müdafiə olunmalıdır. Amerika müasir dünyanın tanıdığı ən böyük azadlıq qüvvəsi olub. İsrail sizin tərəfinizdə durmaqdan qürur duyur. Çünki birliyimiz yalnız ortaq maraqlar üzərində deyil, həm də ortaq dəyərlər üzərində qurulub. Onun fikrincə, bugün bu dəyərlər hücum altındadır. Üzləşdiyimiz tiranlar Amerikaya və İsrailə ölüm şüarları səsləndirir. Onlar azadlığın və demokratiyanın zəif olduğunu düşünür. Amerika və İsrail bir arada olduqda azadlıq daha güclü olur. Hörmüz boğazı İran üçün nüvə silahından heç də zəif olmayana çevrilib. Tehranın ehtiyatında Bab əl-Məndəb boğazına bağlamaq kimi bir termonüvə silahı da var. Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib. İran həqiqi nüvə silahı əvəzinə ondan heç də zəif olmayan başqa bir silah kəşf edib. Bu, Hörmüz boğazıdır. İran burada hərəkəti məhdudlaşdırmaqla öz gücünü nümayiş etdirdi. İndi əsas müzakirələr və razılaşmalar bu boğazın gələcəkdə necə fəaliyyət göstərəcəyi ətrafında gedir. Düşünürəm ki, İranın ehtiyatında təkcə bu nüvə silahı yox, həm də termonüvə silahı var. Bu isə Bab əl-Məndəb boğazıdır. Hərbi münaqişə yaranacağı təqdirdə bu boğazdan istifadə edilə elə bir vəziyyət yaradıla bilər ki, ümumiyyətlə neft və digər yük daşımalar tamamilə iflic olsun. Ümid edirəm ki, buna ehtiyac qalmayacaq. Amma bu regionda münaqişə istəyən bütün ölkələr bunu nəzərə almalıdır. Yanacaq böhranı Rusiyanın bəzi bölgələrində qeyri-adi həll yolları yaradıb. Rusiyanın Zabaykaliye diyarında yaşayan bəzi sürücülər avtomobillərini benzin doldurmaq üçün Çinə göndərməyə başlayıblar. Sərhədi özləri keçmək istəməyənlər üçün artıq xüsusi benzin turizmi xidmətləri də yaranıb. Bu xidmət çərçivəsində avtomobil Çinə aparılır, yanacaq doldurulur və yenidən sahibinə qaytarılır. Yerli sakinlər məlumat veriblər ki, Çində 10 litrə qədər olan kanisterləri də benzinlə doldurmaq mümkündür. Lakin həmin yanacağı sərhəddən keçirərkən gömrükdə problemlər yarana biləcəyi qeyd olunur.